Salam əziz abituriyentlər, bugün sizinlə trigonometriyanı necə asanlıqla öyrənmək olar mövzusunda bir dərsimiz olacaq və biz burada əsas trigonometrik eyniliklərin necə asan şəkildə yadda saxlamaq lazım olduğunu öyrənəcəyik. Demək, birinci vahid çevrəmizi çəksək, bilirik ki, vahid çevrə radiusu 1-ə bərabər olan çevrədir və bu çevrənin üzərində düzbucaqlı OB-A üçbucağı qurulur və o A hissəsi radiusa bərabərdir və vahid çevrə olduğuna görə radiusu 1 şəklində qeyd etmişik. AB hissəmiz uyğun olaraq Y oxundakı məsafəyə bərabər olduğuna görə Y şəklində, OB hissəmiz isə X oxu üzərində olduğuna görə uyğun məsafəni X ilə işarə edirik və AOB bucağına isə hər hansı bir alfa bucağı deyək. Biz bilirik ki, verilmiş düzbucaqlı üçbucaqda trigonometrik funksiyalara tərif vermək olar. Belə ki, sinus alfamız bərabərdir verilmiş bucağın qarşısındakı katetin Y-in R-ə olan nisbəti və radiusun əvəzinə 1 qoysaq, bölünsün 1 bərabərdir Y. Yəni, Y oxumuz bizim sinus oxu adlanacaq. Sinus oxu. Kosinus alfaya tərif versək, kosinus alfa bitişik katetin, yəni X-in R-ə olan nisbətidir. Burada R-in əvəzinə 1 yazsaq, X alırıq ki, kosinus oxumuz, X oxumuz isə kosinus oxu adlanacaq. Daha sonra tangens alfa verilmiş bucağın qarşısındakı katetin Y-in bitişik katet X olan nisbəti, kotangens alfa isə bitişik katetin X-in qarşıdakı katet Y olan nisbəti şəklində olduğunu alırıq. Daha sonra verilmiş düzbucaqlı üçbucağımızda Pifaqor teoremi tətbiq etsək, x kvadratı üstəgəl y kvadratı bərabərdir r kvadratı. Buradan radiusun yerinə 1 yazsaq, x kvadratı üstəgəl y kvadratı bərabərdir 1 şəklində ifadə almış oluruq. Gəlin indi verilmiş ifadəmizdə x-in və y-in uyğun qiymətlərini yerinə qoyaq. X-in əvəzinə kosinus alfa, y-in əvəzinə isə sinus alfa ifadəsini yazmaq olar. Demək, kosinus alfanın kvadratı üzərinə gəl, sinus alfanın kvadratı bərabərdir 1. Buradan bizim sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa bərabərdir 1 eyniliyimiz alınır. Yəni, ilk eyniliyimiz isbat olundu. Davam etsək, demək, növbəti eynilimiz tangens alfa bərabərdir. Tangens alfanı əvvəlki ifadəsini biz yazmışdıq, yəni y-in x olan nisbətidir. Y bölünsün x şəklində yazaq və y-in ifadəsini yenə yuxarıda göstərdiyimiz kimi y sinus alfaya bərabərdir. Y-in əvəzinə sinus alfa yazsaq, x-in əvəzinə kosinus alfanı yazsaq, kosinus alfa. Demək, buradan tangens alfamızın həqiqətən də sinus alfa bölünsün kosinus alfa olduğu alınır ki, ikinci eyniliyimiz isbat olundu. Davam etsək, kotangens alfamız bərabərdir x bölünsün y-dir. Yenə eyni şəkildə x-in əvəzinə kosinus alfanı, y-in əvəzinə isə sinus alfanı yazsaq, bizim üçüncü eyniliyimiz kotangens alfa bərabərdir kosinus alfa bölünsün sinus alfa eyniliyi alınır ki, üçüncü eyniliyimiz də artıq isbat olundu. Davam edək şagirdlər. Məlum məsələdir ki, tangens alfa vurulsun kotangens alfa bərabərdir 1 eyniliyimiz var. Burada uyğun ifadələri yerinə qoysaq, tangens alfanın əvəzinə sinus alfa bölünsün kosinus alfa, kotangens alfanın isə əvəzinə kosinus alfa bölünsün sinus alfa ifadələrini yazsaq, ixtisarlarımızı aparsaq, həqiqətən də 1 alınır. Demək, 4-cü trigonometrik eyniliyimiz də isbat olundu. Davam edək 5-ci trigonometrik eyniliyimiz ilə. Əvvəlcə birinci eyniliyimizi olduğu kimi yazaq. Sinus kvadratı alfa üzərinə gəl, kosinus kvadratı alfa bərabərdir 1. Burada verilən ifadənin hər tərəfini əvvəlcə sinus kvadratı alfa ifadəsinə bölürük. Sinus
kvadratı alfa. 1 bölünsün sinus kvadratı alfa. Sinus kvadratı alfalar ixtisar getdi. 1. Üzərinə gəl. Kosinüsü sinusa böləndə kotangens alındığı üçün kvadratları bölünərsə kotangens kvadratı alfa alınar. Bərabərdir. 1 bölünsün sinus kvadratı alfa ifadəsi alınır ki, bu ifadə də bizdə 5-ci trigonometrik eynilikdir. Davam edək. Əsas eyniliyimizi bir daha yazsaq. Sinus kvadratı alfa üzərinə gəl kosinus kvadratı alfa bərabərdir 1. Bu dəfə hər tərəfi kosinus kvadratı alfaya bölək. Kosinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa. Sinusu kosinusa böləndə tangens alındığı üçün kvadratları bölərkən tangens kvadratı alfa üzərinə gəl kosinus kosinusdan ixtisar getsə 1 bərabərdir 1 bölünsün kosinus kvadratı alfa. Yəni kitablarda gördüyümüz bir üstə gələk. Tangens kvadratı alfa bərabərdir 1 bölünsün kosinus kvadratı alfa. Yəni bizim 6-cı eyniliyimiz də isbat olundu. Deməli şagirdlər, trigonometriya əslində çətin yadda saxlanılan və əzbərlənilən bir mövzu deyil. Biz bütün düsturları çıxarılışı ilə, hardan gəldiyini bilməklə daha asan şəkildə yadımızdan saxlaya bilərik. Əgər video sizin üçün faydalı oldusa, bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun.